Salamlar. Ümid edirəm işləriniz qaydasındadır. Gecə saat 2-nin yarısıdır. Amma sizə söz verdim deyə istədim ki, bu Cambridge 19 test üçün reading videosunu da sizin üçün eyni zamanda çəkim və faydalana biləsiniz bundan. Bildiyiniz kimi readingdə 3 bəsici olur. Ümumiyyətlə, reading haqqında ümumiyyətlə məlumatı olmayanlar və mənim ilk olaraq bu videomu izləyənlərdən xahiş eləyəcəm ki, zəhmət olmazsa gedin ilk videonu izləyin. Orada ümumi format haqqında və sair də məlumat vermişəm. İlk partda, yəni bir artıq belə deyək, klişe Gaffieldin götürüb false not given suallarını görürük. Gördüyünüz kimi burada bizə deyir ki, one word only, yəni sadəcə bir söz yaza bilərik. Rəqəm və yaxud da ki, iki söz yazma kimi haqlarımız artıq bizim burada yoxdur. Keywordlər seçirik. Məsələn, 14 mini keyword kimi götürürəm və gedirəm mətn. Yəni keyword nə idi? Rəqəm, xüsusi isim və yaxud da yoxdursa isim. Amma ən sadəsi rəqəmdir həmişə. Götürdüm. İndi mən 8-ə baxmaq istəyirəm. Məsələn, kilo var burada. Gedib bunu axtaracağam bunun üzərində ki, burada tapdım və Village of Kelo deyir. Village söhbətini də axtarım. Elə də Village of Kelo burada görürəm. Inside something nəyinsə içərisindəymiş. Biz indi onu tapmalıyıq. Inside'dan sonra heç bir artiklımız verilməyib. Heç bir artiklımızın verilməməyi nə mənaya gəlir? Bizim ya cəm ismə ehtiyacımız var ya da sayılmayan bir ismə ehtiyacımız var. Təxmin edə biləcəyiniz kimi. Başlayaq görək ki, nəyin içərisində olmuş ola bilər. Baxın guys, sözləri uyğunlaşdırıram hal-hazırda. Bu burada. Düzdürmü? Bütün keywordlərim eyni cümlədədirsə, demişdik onda cavabım da eyni cümlənin içərisində olur. Mənim bu cümlədə ya sayılmayan, ya da cəm ismə ehtiyacım var hal-hazırda. Kollegalar sözü var, mağaralar sözü var və başqa sözüm yoxdur. İki kolleganın içərisində mənasız olacaq. İki mağaranın içərisində daha mənalı olacağı üçün cavab olaraq bunu qeyd elədim buradadır. Keçdi bura. Made out of. Yəni nədənsə hazırlanıb. Keywordümüz 11700-dür. Ardıcılığı izləyir deyə düşürəm aşağı. 11700-ü tapıram və nədən hazırlandığını müəyyən etməyə çalışıram. Yəni burada mənim məqsədim material müəyyən eləməkdir. Sizin də təxmin edə biləcəyiniz kimi. Və burada mən daş görürəm material olaraq. Bu olacaq artıq mənim düzgün cavabım. Və eyni zamanda görürsüz, from deyir, yəni nədən hazırlanıb, daşdan hazırlanıb. Bu qədər. Keçdik, of an animal, heyvanın nə isə. Biz burada heyvan sözünü tapmalıyıq və yaxud da qədim sözünü tapmalıyıq və artikl olmadığı üçün yenə cəm ya da sayıla bilməyən bir ismə ehtiyacımız var. İndi gedirəm heyvan sözünü axtarmaya çalışıram. Bəzən hətta bunu paraphrase eləyib heyvanın konkret adını da verir. Bunun haqqında birini işləmişdik, əgər xatırlayırsınızsa siz. Axtarmağa çalışaq, görək hansı hissədə ola bilər. Biz bu sözü tapdım. O birdən əvvəl olmalıdır. O bir buradadır və o bir yenə burada da var. O bir burada da var. Bəlkə bunun üzərindədir deyə düşünəcəm ona görə də. Amma bu hissədə heyvan haqqında heç nə yoxdur. Bax, insanlar nəysə ovlayıb. Ovlayıb sonda bu bir heyvandır da. Düzdürmü? Creature deyir həm də. Bir varlıq olduğunu qeyd edir. Hansı ki o bir də yaşayır. Okey. İndi insanlar bunun nəyindən istifadə edirlərmiş? Biz onu müəyyən etməyə çalışırıq hal-hazırda. Yenə huntingdən danışır müəyyən qədər. Okay. Beats maybe or one more time. There's a forest. Okay. Another island. These islands. Bu hissədə müəyyən edə bilmədim. Bəlkə də bunun yuxarısında var. Yenə ona baxım. Nope. Bones guys. Sümüklərini esvanlar onların istifadə etmək üçün. Belə deyək də. Hunt eləyiblər bunu nə üçün? Sümükləri üçün. Cavabımız olacaq nə? Sümükləri. Heyvanın sümükləri. Animaldakı burada adını qeyd edib gördüyünüz kimi.
Daha sonrasında keçid edirik 11-ə. 11-də 8000 bizim keywordümüzdür. Bunun üzərindəki kimi götürürük. 8000 buradadır. O bir falan var yanında. O bir zaten onun yanında var idi gördüyünüz kimi. Resemble oxşamaq deməkdir. Oxşuyur digər adalarda tapılanlara. Yenə artikel yoxdur. Yəni Obsidian kimi bir şey olmalıdır bu da yenə yəqin ki. Buna da plus qoyub, buna da plus qoyub, yəni oxşar bir şeylər ola bilərlər deyə düşündüm. 8000-dən yuxarı olmalıdır. İndi oxşamaq sözünü axtarıram. Similar to, bənzəyir, yəni hardasa eynidir. Daha sonrasında found on other islands. Bunu da bu şəkildə veriblər. Bu artıq olacaq bizim düzgün cavabımız. Çünki ya cəm ya sayılmayan bir ismə ehtiyacımız vardı. Sizin də bildiyiniz kimi. Bu da olacaq artıq düzgün cavabımız. Davam edək 12-ci sualımızdan. 12-ci sualda yəni burada görürsüz, məna bilməyə ehtiyac yoxdur. Yəni əsas bilməli olduğumuz tək cəm olduğunu bilin, keywordlər tapın və ondan müəyyən edə biləcəksiniz qəfil linklərin çoxunu. Davam edirəm 12-ci sualla. Fishingi tapacağam. Daha sonrasında metal sözünü tapacağam. Fishingdən sonra olmalıdır. Metalla təxminən eyni yerlərdə olmalıdır. İndi buradan davam edirəm. Hal-hazırda fishingi tapdım. İndi metal söhbətini axtarıram. Elə son paragrafım qaldı. Gold and silver deyir. Qızıl və gümüş. Bu da zaten metaldır da bildiyiniz kimi. Had something deyirsə cəm ya da sayılmayan yerə. Çünki artiklımız yoxdur gördüyünüz kimi. Metaldan hazırlanan itemlər kimi. Deməli, itemlər və başqa bir də nəsə olmalıdır. Biz onu müəyyən eləməliyik. As well as items made, as well as hissəsi buradadır. As well as-dən əvvəlki söz bizə lazım idi. Ya sayılmayan ya da cəm. Pottery idi də, yəni bildiyiniz kimi duluzçuluq olacaq artıq bizdə. Düzgün cavabımız bu sual üçün. Sale of something, sale nəyinsə satışı. İndi biz tapmalıyıq ki, nəyi satıblar onlar o zamanlarda. Trade ticarət deməkdir. Yəni satışla əvəz olunub. Okay. Shelter between and rest of the world. Bir də oxuyaq. Likely find of the occupation also circular shelters used by people involved in the historic. Okay, yəqin ki. Artıq bunun da eyni zamanda tapdıq cavabını ədviyyatların ticarəti ilə məşğul olurlarmış. Yenə artikel yox idi, ya cəm ya sayılmayan ismə ehtiyacım var idi. Getdim, baxdım həmin cümlənin içərisindəki isimlərimə. Orada da baxdım, nə gördüm? Sayılmayan və yaxud da ki, cəm isim lazım idi, düzdürmü? Occupation gördüm, sayılmayan isim kimi. Shelters gördüm, ədviyyatları gördüm və islands gördüm. Islandın satılması ya istehsalı çox məntiqsiz. Occupation'ın satılması və istehsalı məntiqsiz. Həm də ticarətin yanında elə birbaşa ədviyyat gəlib. Ona görə də elə ədviyyatlar olacaq bizim düzgün cavabımız. Daha sonra davam edirik 1-dən 7-yə qədər sualları işləməyə, hansı ki true false not given suallarıdır. Yenə burada keywordlərdən istifadə edəcəyik. Burada məsələn bu adamın adı bizim keywordümüz kimi götürülə bilər ki, bunu da biz burada müəyyən eləmiş olduq. Deyir ki, arxeoloji research baş verdi Obi Islandında bu və kolleqalarının gəlməyindən əvvəl, bax, bunların çatmağından ora əvvəl deyir baş vermişdi. Bunlar gəliblər, deyir ki, onlar Obini araştıran ilk arxeoloqlar idi. Onlardan əvvəl arxeoloji research'ın olması mümkünsüzdür. Axı onlar ilk idilər. Ona görə cavabımız olacaq false. Keçdik 2-yə. Kelosites olacaq bizim keywordümüz. It just found the first clamshell axis ever to be discovered in the region. Deyir ki, kelosites'dan da researchlər ilk clamshell axis tapıblar, hansı ki regionda kəşf olunub. Baxın, yenə də ilk. İlki idimi bu? Biz bunu müəyyən eləməliyik hal-hazırda və bu da eyni zamanda bizim keywordümüz olacaq təxmin edə biləcəyiniz kimi. Gedirəm mətndə yerinə baxmağa. Burada tapmadım. Kelo əslində buradan başlayır. Ondan əvvəl danışılmayıb. Hər ehtimala qarşı yoxlayım, yox. Burada, yəni bu hissədə olacaq yəqin ki. Daha sonrasında clam onu axtarırıq hal-hazırda. It's shelter, including access, okay. Clamshells. Aximate, elə buradadır. Had also previously been found elsewhere in this region. Baxın, keçmiş bitmişdi də, düzdürmü? Deməli,
bu hadisədən əvvəl baş vermiş bir hadisəyə refer eləyir. Deyir başqa bir yerdə tapılmışdı eyni zamanda regionda. Amma burada deyir ilk dəfə. Onlardan əvvəl başqa yerdə tapılıbsa, demək ilk dəfə deyil də, false. Bunu məntiqin belə izah edeyim. Sizə iki cümlə verilib. İki keçmişdə baş verən action verilib. Bunlardan biri keçmiş sadədə, biri keçmiş bitmişdədir. Bunu yəqin ki, keçmiş bitmişi keçəndə öyrənmisiniz. Keçmiş bitmişdə baş verən hadisə, keçmiş sadədə baş verən hadisədən daha əvvəl baş vermiş bir hadisədir. So, eyni zamanda bura baxdıqda da siz görə bilərsiniz ki, regionda başqa bir yer, deməli bizim iki hissəmiz var. Had also previously been found elsewhere deyir. Burada baxın, were made deyir. Əvvəlcə earliestlər burada istifadə olunmuşdu. Roughly the same time və had verdiyinə görə keçmiş bitmiş, yəni daha əvvəl olduğunu bildirir. Ona görə cavabımız false olacaq burada. 3-də keçirik, 18 mini keyword götürürük. O binin ölçüsü bugün daha balacadır. 18 min əvvəlkindən daha balacadır deyir. 18 min il əvvəli burada tapdım. İndi balaca və böyük olmasını müəyyən etməyə çalışıram. Bəzi tələbələr bu less-ə baxırlar və görürlər ki, hə, okey, cavab budur. Burada less adjectivin qabağına qoyulmuş bir sözümüzdür. Biz hələ də ölçünü axtarırıq. So, baxaq. At this time, I would like to have been much. Hı -hı. Okay. Deyir ki, o bir idi daha böyük. Onda indi daha balacadır da. Əvvəl keçmişdə böyük, əgər keçmişdə böyük idsəydi daha balacadır onda. Ona görə də cavabımız oldu istər-istəməz true. Keçək dördüncü suala. Deyir ki, climate-də olan change 11 min il əvvəl. Baxın, greater impact. Bu çox çaşdırıcı bir sual tipidir. Uşaqlar, nə vaxt ki greater gördünüz, daha böyük təsiri var mənasını verir. Yəni müqayisə var. True false not given-da da belə bir tipimiz var bizim, yadda saxlayın. Əgər bizə sualda müqayisə veriblərsə, mətndə müqayisə verməyiblərsə, not given-dır. Bunu həmişə tələbələrimə belə izah edirəm. Istanbul is a big city verib mətndə. Sualda deyir Istanbul is bigger than another city. Amma bizim digər şəhərlər haqqında məlumatımız yoxdur. Bəlkə də İstanbul onlardan böyükdür, bəlkə də ondan balacadır. Yəni mətndə bizə müqayisə verilməyibsə, not given olur. Ona görə də əgər müqayisəli sualları atmaq istəyirsiniz, vaxtınız qalmayıb işləməyə, not given atın daha çox. Amma yenə də baxacağıq. Climate-də olan dəyişiklik 11 min il əvvəl daha böyük təsirə sahib idi o bir də digər adalardansa. 11.700-ü zaten bayaqda baxmışdıq. Okey, ora təsirindən danışdı. Bəs bizə digər adalar haqqında məlumat verirmi? Vermir. Yəni müqayisə mətnində verilməyib. Cavabımız olacaq not given. Təxmin edə biləcəyimiz kimi. Davam edirik 5-ci suallar. 5-ci suallar. Researcherlər inanır ki, connection var, daha isti və nəm hava və hava ilə bunları hazırlayarkən istifadə olunan material arasında. Deyir, yəni hava isti ya da nəm olanda daha da materialı dəyişirlər də bir növ. Bunu ifadə etməyə çalışır. İndi gəlin görək buna görə bu true-dumu, false-dumu yoxsa not given-dıma? Daha istini falan görmüşdük burada. Baxın, buradadır elə. Və jungle-da getdikcə qalınlaşırdı deyir elə olanda. Deyir ki, it is not coincidence. Bu nə deməkdir? Yəni deyir ki, təsadüf deyildi ki, bu vaxtlar ərzində daşdan hazırlayırdılar dəniz qulağındansa. Təsadüf deyildisə, onda əlaqəsi var imiş da, düzdürmü? Ona görə də cavabımız olacaq bu sual üçün əlbəttə ki, true. Gecə 6-ya bunun deyir timi surprised idi, yəni təəccüblənmişdi. To find evidence of okay. Onların hunting practice-ləri haqqında sübut tapdığı üçün təəccüblənmişdi. İndi gedirik mətndə yerini axtarmağa. Yenə Shipton idi. Shipton's team burada eyni zamanda tapa bilərik. Bizim müəyyən eləməli olduğumuz onların təəccüblənib təəccüblənmədikləridir. Okay, bəlkə də tapıblar, amma taparkən təəccübləniblərmi? Məsələ ondan ibarətdir. Yəni təəccüblənib təəccüblənmədikləri falan haqqında heç bir şey verilmədiyi üçün buna da eyni zamanda cavabımız not given olacaq. 7. Düşünülür ki, killer shelterlər tutulub davamlı olaraq, yəni orada məskunlaşılıb da 1000 il əvvələ qədər. Hə, bundan 1000 il əvvələ qədər, yəni indi düşünün 2000
25'dəyi minin 1025'e qədər. Orada insanlar deyir yaşayırmışlar. Keywordümüz sizin də təxmin edə biləcəyiniz kimi 1000 ildir. Bəlkə də məncə burada 1000 yox 10.000 demək istəyirdilər. Amma bilmirəm. Çünki bəzən burada yox, hə, elə 1000 demək istəyirlərmiş. Çünki bəzən bu saytda spelling sorunları ola bilər ona görə. İndi baxıram bura. Whatever the reason for there is no evidence shelters after this time when they were occupied. Deməli guys. Deməli 1000 il əvvəl onlar yenidən məskunlaşıldılar. Düzdürmü? Work but continuously tutmuşdu davamlı olaraq. Davamlı olaraq da deyir. Burada deyir ki there is no evidence for the use of. 1000 il əvvələ qədər onların yüzü haqqında heç bir sübut yoxdur. Bunlarsa deyir, insanlar düşünürlər ki, 1000 il əvvəl orada məskunlaşılıb. Axı deyir, bununla bağlı sübut yoxdur, yəni onda düşünmürmüşlər də. Cavabımız da oldu ona görə false bunun üçün. Ümid edirəm burada hər şey aydındır. Sualınız olduğu təqdirdə komment hissəsinə qeyd eləyin, mən sizə kömək edeyim. Davam edək part 2 ilə. Part 2-də yenə gap fillingimiz var, adama uyğunlaşdırmamız var, information matchingimiz var. Mən həmişə deyirəm tələbələrə birinci keywordləri tapaq və onun üzərindən irəliləyək. Gedirəm məsələn, matchingin keywordunu tapmırsınızsa, digərlərinin keywordunu tapırsınız. Məsələn, gedirəm Matthew-nu axtarıram hal-hazırda. Adamın adıdır, elə burada da verilib. Sonra burada Peter var bizdə. Gedəcəm indi onu tapacam. Ardıcılığı izləyirlər bu arada. Sonra növbəti adamın adını axtarmağa başlayacağım ki, onu da buradan müəyyən elədim. Sonra da Dave'dir kimdir onu tapmağa çalışacağım hal-hazırda. Bu arada Sylvius burada da var. Bu ikinci sözə fikir vermək lazımdır. Daha çox yadınızdan çıxmasın. Və keçirik buna. Bunu da burada tapırıq ki, burada da var. Bu da yenə burada da var. Bu adam kimdirsə. Bu da yenə burada da var. Və bu yenə burada da var. Nə qədər çoxdur. Sonra keçdim gap fillinglərimdən keyword axtarmağa. Əsas gözümə çarpacaq sözləri tapmağa çalışıram məsələn. Məsələn bu amma hər yerdə var da bu söz. Ona görə onu götürməyim biraz məntiqsiz olar yəqin ki deyə düşünürəm. Məsələn gəlin nəyə göstərək? Coastal flooding and land loss məsələn. Və yaxud da ki drained out, logging companies. Buna aid bir şeylər baxmağa çalışıram. İlk paragraflarda ola bilərmi deyə düşündüm. Bizə lazımdır peatlands. Okay, peatland sözünü axtarırıq ilk olaraq, tam fokuslu şəkildə. Burada həmişə ümid edirəm bu videoları çəkəndə ki, kaş sizlə belə dərsdə olardıq. Onda mənim gözümdən qaçanda, məsələn, tələbələr tez görüb mənə deyirlər ki, falan yerdə gördük müəllimə. O da bizə fayda verə bilər. Wetland'i verib peatlands. Tapdıq. Drained demişdik. Hardasa yadınızdadır. Burada. Burada da drained var. Amma əmin deyiləm ki, yəni odur. Logging company'si tapsam, biləcəm ki, okey. Orada. Hal-hazırda bizim olduğumuz yer. Amma mən düşünmürəm ki, burada. Bu arada oil palm deyir. Baxın, oil palm deyir. Environment və carbon dioxide falan deyir. Logging company. Yerlərini təxmini də olsa tapdıq. İndi uşaqlar mənim növbəti hədəfim nədən ibarətdir? Bunların təxmini yerlərini tapdım. Bütün iki tip sualında təxmini yerini tapdım. Ona görə də indi gedəcəm. Bu mənim matching information var. Onu oxuyacağam, ağlımda saxlayacağam ki, paralel işləmə metodundan istifadə edeyim. Əgər ilk və ikinci videolarımı izləmisinizsə, orada da bu metoddan istifadə edədiyimi görmüsünüz. Reference to the need to ensure that inhabitants of wetland region continue to benefit from it. Deyir ki, ehtiyac var əmin olsunlar ki, inhabitant bilirsiniz ki, sakin deməkdir də. Wetland regionunun sakinləri davam edir ondan faydalanmağa. Ondan faydalanmağa. Nəsə faydalanmaq falan bu ola bilər keywordümüz. Wetlandlərin proportionu hansı ki itirilib. Baxın, proportion deyirsə 50%, yarısı, nə bilim 25% göstərməlidir də dəqiq rəqəm kimi, söz kimi nə qədər olduğunu. Begin to appreciate, evaluate. Deyir insanlar başlayıblar dəyərini, qədrini bilməyə wetlandların. Faydalanırlar, burada qədrini bilirlər və burada nəsə mədəni önəmindən danışır. İşte tarixdən, nə bilim mədəniyyətdən falan filan danışacaq.
Əlbəttə ki, sadə sual olan, biz başlayacağıq get feelinglər üzərindən işləməyə. Həmişə bunların ən sadə olduğunu düşünürəm. İndi gəlin başlayaq. Məsələn, biz tapmışdıq login company-si. Elə gəlin, qaçırmadan birbaşa onun üzərindən işləməyə çalışaq. Through the something və which are deyir. Are deyirsə demək cəm ismə ehtiyacımız var. Okay, gəlin görək nəyin vasitəsilə imiş bu. Login companies burada. Cəm isim dedik. To enter. Cəm bir isim tapdım. Başqa bir keyword'um var mı? Başqa keyword axtarmağa başlayayım. Trains var idi eyni zamanda. By boat. Məsələn, cəm ismə ehtiyacım var da, guys, düzdürmü? Pit Swamps deyə düşünə bilərsiniz. Amma Pit Swamps vasitəsilə deyil ki. Niyə? Çünki onlar ora daxil olurlar da, botla ora nədirsə ora daxil olurlar, okey? Onlar qazıblar ərazilər, okey? Demək, qazdıqları şey vasitəsilə eləyiblər də bunu. Bu bir cəm isimdir. Ona görə də bunu yazdıq düzgün cavabımız kimi. Sonra 20-yə baxırıq. 20-də də deyir ki, destroys the something of the local environment. Local environment nəyinəsə zərər verir. İndi gəlin görək nəyinə zərər verir. Bunu burada tapmışdıq, xatırlayırsınızsa. We are seeing forests with extremely high biodiversity. Okay. High biodiversity value being lost. Yəni deyir ki, yüksək biodiversity dəyəri itirilir. Yəni nəyə zərər vermiş olur? Biodiversity-yə zərər vermiş olur da, biomüxtəlifliyə zərər vermiş olur. Ona görə də 20-ci suala da oldu biodiversity. 19-cu suala baxıram. Yenə ardı mənim cəm ismə ehtiyacımız var. Deyir ki, pitland areaları təmizlənəndən sonra nələrsə daha böyük ehtimalla baş verəcək. Və cəm isim olmalıdır. Bayaqda qeyd elədiyimiz kimi təmizləməyi baxın burada olduğu kimi eləyib. Daha böyük ehtimalın yerinə increase the risk of deyir. Nələr daha çox ehtimalla baş verəcək? Forest fires. Amma biz sadəcə bir söz yaza bilərik deyə fires yazırıq. Və keçirik 18-ə. Begin to release something instead of storing it. Nəyisə buraxıblar, onu store depolamaq yerinə və release-dən sonra artikel yoxdursa ya sayılmayan ya da cəm ismə ehtiyacımız var. Store sözünü zaten müəyyən elədik. Emitting buraxmaq, release-in emitters yəni buraxanlar, release buraxmaq oxşar sözlərdir. Demək, nəyi buraxırmış bunlar? Karbonu buraxırmışlar. Bunun da cavabı oldu karbon. Keçirik 22-ci suala. Burada da land loss-u götürə bilərik məsələn, draining peatlands-ı götürə bilərik məsələn, coastal flooding-i götürə bilərik məsələn. Bu sözləri axtaracağıq və bu login companies-dən sonra gəlməlidir. Bax, bunu unutmuruq. Ardıcıllıq izlənir deyə deyirəm sizə. Bunu burada tapmışdıq. Bunun cavabı bunlardan sonra olmalıdır. Oil pumps burada deyil. Drained verdi. Okay. Amma yenə də hələ də görmədim digər sözləri. Land loss-u falan axtarıram. Okay. Water level. Bu hissədə nəsə tapmadım. Amma yenə də hər ehtimala qarşı baxın. Birdən gözümdən qaçmış olar. Flooding. No, görmədim. İndi gəlirəm bu hissəyə. Bəlkə də biraz aşağıdadır deyə düşünərək. Nope, burada da bir şey görmədim. Böyük ehtimalla hardasa mənim gözümdən qaçıb bu. Burada da bir şey görmədim. Burada da bir şey görmədim. Onda gəlirəm bu hissədən bir də baxıram. Same way, drained peatlands, planting and something, bakteriyalardan danışdı, metandan danışdı, solid matter, okay, land loss, coastal floodingdən danışır, okay, torpağın itirilməsi. Görə itirmək söhbətini müəyyən edə bilirikmi? That's one of the consequences. Flood. Yes, bu hissədə. Təxminən buralarda olacaq işte bizim cavabımız. Gətirib çıxarır nə bilim nəyə? A serious problem. Biz tapmalıyıq problemin adını ki, hansı problemə gətirib çıxarır. Okay. In a process. Baxın, process düzdürmü? Process problemdir. Yəni prosesdə problemdir. Adı lazımdır da. Adını verəndə həmişə yadında saxlayın. Known as, referred to as və yaxud da bəzən namely, bəzən such as, tipli called, tipli sözlərdən istifadə edirlər. Burada da known as veriblərsə, demək adı buymuş prosesimizin artıq. Belə.
Hardan başa düşdüm? A serious problem, iki nöqtə qoyub a serious problem deyirsə, bizdə a serious problemin adını soruşur, oradan müəyyən edə bilərik. Gut feelinglərimizi bitirdik. Bu gut feelingi oxuyarkən burada i paraqrafında da müəyyən qədər fikrimiz oldu. Dedi, Logan kompanilər belə eləyəndə artıq bu karbon dioksidin yayılmasına gətirib çıxarır müəyyən qədər. Daha sonra floodlar ola bilər bunun nəticəsində. Torpağın müəyyən we lose, torpağının deyir 40%-ni belə deyək də itirəcək. Hə, bayaq axtarırdıq, torpaq itirilməsə. Onu da burada danışır. İndi gəlirəm, bunu oxuduğum üçün gedirəm bu hissəyə baxıram ki, görüm proportion of wetlands which have aha, bu deyir, tələbələr adətən 15-ə i yazırlar. Nəyə görə? Will lose da deyirlər ki, okey də 40%-ni itirəcək də. Amma burada baxın, itirəcək deyir. Burada uje itirib deyir, yəni. Ona görə də bu bizim düzgün cavabımız ola bilməz. İndi mən keçirəm nəyə? Buradakı uyğunlaşdırma suallarına. Bu adamın adı birdən çox dəfə istifadə olunmuşdu. Ona görə də ona baxmayacağam. Bir də hamısını oxumağa bir-bir ehtiyac yoxdur. Ona görə gəlin elə birbaşa ikinci adamın adından başlayaq. İkinci adam buradadır. Deyir ki, wetlandlər climate change-i dayandırmağın planet boyunca ən əsas toollarından biridir. Okay, yəni bu adam dərindən danışır. Sonra yenə biraz da əlavələr olunur. Deyir, o çox simple ola bilər. Məsələn, sən bir neçə dənə ağac əkərsən, hektara da, hər hektara və kölgə yaradarsan, bu da artıq microclimate dəyişdirər müəyyən qədər və proyektlər sadəcə pul haqqında deyil, deyir bu adam. Gəlin görək bunlar hansı düz olacaq. Deyir ki, communitylər discussionlara daxil olmalıdır. Bunlar community haqqında bir şey oxumadıq. Official policies toward investments from one nation to the next. No, burada da bir şey official policies haqqında verilmirdi də. Yəni ümumiyyətlə şeydir ki, bir neçə ağac əkək falan bununla da həll edə bilərik. İnsanlar deyir səbəb olurlar without having an intention, istəmədən. Bu da yox idi. Deyir ki, təşəbbüslər environmental damage'i dayandırmaq üçün kompleks olmalı deyil. Bəli, burada da onu deyirdi. Bir dənə ağac əkməyə qədər sadə ola bilər. So, ona görə də, yəni təşəbbüslər o qədər də mürəkkəb olmalı deyillə eyni mənanı verir. Ona görə də 26-nın cavabı artıq B variantı olmuş olacaq. Daha sonrasında niyə B? Çünki Peter buradadır. Mən adətən bilsiz nə edirəm? Gedirəm C yazıram. Niyə C yazıram? Deyirəm, C paragrafında tapdım da. Elə düşünməmək lazımdır. Adamın adını tapmaq lazımdır. Siz də belə bir səhv edirsinizsə eləməyin, yəni mənim kimi. Daha sonrasında keçirik bu Silvius axtarmağa. Onu da tapmışdıq bayaq. Hə, buradaydı elə. According to this practice causes 6% of global carbon emissions. Bu proses 6% global karbon emissionlara səbəb olur. Sonra adam davam edir ki, we are seeing huge plant forests with extreme high for a few decades. Okay. Deyir ki, biz görürük böyük miqdarda peatland forestlərini extremely high biodiversity-nin itirilməsi ilə bir neçə 10 illikdə 10 illiyində oil palm revenue, yəni belə deyək də qazanclarının nəticəsində. Burada xüsusi bir şey müəyyən elədimmi hal-hazırda bunun üzrə? Yox, müəyyən eləmədim. Yəqin ki, bu hissədə olmayacaq. Ümumi paraqrafa bir də nəzər yetirim cultivation-dan danışır, global emissions-dan danışır. Yəni bu global söhbətinə görə düşünürəm ki, one nation to the next, amma tam da əmin deyiləm də, yəni 100% deyə bilmirəm ki, yəni cavab budur. Ola bilsin ki, Silvius'tan başqa bir yerdə də danışır deyirdim ki, gördüm ki, burada da danışır Silvius'tan. Deməli bu Silvius nə deyib? Deyib ki, tropiklərdə 4 cm halfasını ver olan okey. Bu falan yerlərə nəzər görəcək. Bu deyir bir katastrofiyadır. Bəzi yerlər 40%-ni itirəcək. Okey, amma hələ də görmədim. Silvius'tan burada da danışır bu arada. Deyir income generation önəmi haqqında danışır. It's not that we just want to restore biodiversity, but there is a need to provide an income for local people. İnsanlar üçün gəlir əldə eləməliyik. This is the people in developing country, wetlands if... Burada bir şeyin cavabını tapdıq bu arada. Mən önce keçdim bu bir adama keçmişkən. Bu adam deyir ki, insanlar benefit əldə eləməlidirlər də. Onu o vaxt qoruyacaqlar ki, ondan benefit əldə edəcəklər. Görün burada hər hansı bir intention yox idi, bu yox idi. Discussionlara daxil olmalıdırlar. Local insanlardan danışırdı. Hə, local people are involved in planning deyir, görürsünüz. Baxın, discussionlara daxil olmalıdırlar. Bunu burada tapdıq. Bu olacaq buna.
Bir də dedi ki, insanlar ondan pul qazanmalıdırlar. Value and profit. Yəni insanlar ona o vaxt dəyər verəcək ki, onlar pul qazansınlar. Yəni biz əmin olmalıyıq ki, onlar ondan hələ də benefit əldə edirlər də, yəni pul qazanırlar. Yəni bu da G paraqrafında idi. Ona görə bunu da seçdim. Yenə öz növbəsində. Daha sonrasında burada mən ikisini işləmiş oldum səhv eləmirəmsə. Aha. Keçək Dave'ə baxaq istəyirsinizsə elə davamında. Bu arada Silvius yenə gördük. Deyir daha çox dövlətlər bunun long term belə müxtəlif dövlətlərin deyir müxtəlif attitude-ları var. Okay, burada artıq tapdıq cavabını. Official policies, yəni dövlət, vary from dəyişir millətdən millətə. Bəli, dedi hər hərin fərqli fikri var. Ona görə bu da olacaq Silvius. Bu da mütləq olacaq ki, onda Dave. Amma yenə də əmin olmaq üçün gedək görək Dave hardadır. Ə, deməli, Dave'i bayaq tapmışdıq. Buradaydı. Over extraction of water is equally invisible. Okay. Suyun over extraction'ı hardasa belə deyir ki, görünməzdir. Sən şok ola bilərsən storylər haqqında, riverlərin qırmızı olması, hətta yanması haqqında. But there is seldom one big impact that really hurts a wetland. Deyir ki, nadirən bir effekti var ki, həqiqətən wetland'ı hurt eləyir. Deyir ki, heç kimi günahlandırmır bunun üçün. Yəni qəsdən zərər üçün heç kimi günahlandırmır. Deyir, mən bu 20 ildə görməmişəm ki, kimsə qəsdən ona zərər versin. Yəni insanlar deyir generally istədiyi bir şey olmur da. Sadəcə insanlar simply yaşamağa çalışırlar və bu zaman wetland'ə zərər verirlər. Yəni ona görə də insanlar istəmədən wetland'ə zərər verirlər fikri burada artıq düzgün oldu. İndi davam edirik digərləri ilə 15, 16, 17-dən. Burada mən adətən baş paraqrafdan, ən birinci paraqrafdan başlayıram. Heç istifadə eləməmişəm çünki gördüyünüz kimi. Ona görə bu paraqrafı bir dəfə tez bir şəkildə özüm üçün oxuyacağam. Wetlandlər deyir ərazilərdir ki, hardakı su örtür torpağı. Is present nerede? Torpağın belə deyək də surface-inə yaxın olur. For part of for the year, okay. Deyir ki, bütün il boyunca və yaxud da ki, ilin bəzi hissələri boyunca bunlar kompleks ekosistemlərdə zəngindirlər unique plant və animal life ilə. Filankəsə görə half of the world's wetlands have disappeared since 1990. Yarısı have disappeared də, yəni uje şey olub. Disappear olub. Yəni disappear olub, itirilib də neyini mənanı verir. Ona görə də A paraqrafını artıq buna uyğunlaşdırdım. Bir paraqraf birdən çox dəfə istifadə oluna bilməz deyə artıq keçirəm B paraqrafına avtomatik olaraq. Tarix boyunca insanlar toplanıblar wetland ərazisində və onların məhsuldar ekosistemləri oynayıb önəmli bir rol insan developmentində. Considerable deyir ki, dini, historic, archaeological. Bunlar hamısı mədəni şeylərə aiddir də, düzdür uşaqlar. Cultural significance aid olacaq. Burada da artıq bir uyğunlaşdıracağıq. İnsanlar deyir bunun dəyərini bilməyə başlayırlar. Okay, dəyərini bilməyə başlayırlar. Bir dənə düşünün. Sizcə başda verərlər, sonda verərlər? Mənim fikrimcə sonda verərlər də. Çünki verirlər insanlar wetlandə zərər verdi falan falan falan. Axırda xatırlayırsınız insanlar ondan fayda görməlidir dedi ki, o ərəfələrdə olacağını düşünürəm və buralara baxaq hardasa. Məsələn, F-ə baxacağam, G-yə baxacağam, H-ə baxacağam. Təxminən orada pul söhbəti var idi. Bayaq oxumuşduq. Xatırlayırsınız, profit əldə eləməlidirlər. İnsanlar ondan şəklində vermişdi. O hansı hissədə idi? Onu bir dənə tapa bilsəm çox qəşəng olacaq. Hə, bu hissədə idi. G paraqrafında verilmişdi, səhv eləmirəmsə. Və buranı oxuyub heç birini tapmamışdıq bayaq. If more governments recognize their long-term value, different governments have different attitudes. Okay, dövlətlərin fərqli şeyləri var. Some countries place a high priority. Bəzi ölkələr yüksək priority yerləşdirirlər onun üzərinə. Hə, demək onun dəyərini bilirlər. Sonra baxın, awareness of the importance of wetlands is growing. Onların önəmləri hal-hazırda artır və s. So, yəni onun dəyərini bilmək artır. So, bunu H verəcəm. Həmişə yadınızda saxlayaq ki, bir şeyin indiki vəziyyəti haqqında danışırsa, illərə fikir verin.
Xronoloji gəlirsə, keçmişdən gələcəyə, onda indiki sonda olacaq da, təxmin edə biləcəyiniz kimi. Mən də burada baxdım ki, insanlar başlayırlar şəklində deyir də, düzdürmü? Full paraqraflarda keçmiş zamanlarda olanlarda, məsələn, artıq itib deyirdi. İnsanların verdiyi zərərlərdən danışırdı. İnsanlar onlar asılıdır falan filan. Yəni full neqativ şeydən danışırdı. İndi dedim, pozitiv sonda olacaq. Və yaxud da desə ki, nəsə bunun çözüm yolu, bütün paraqraf problemdən danışıb çözüm yolunu axtarsa, sonlarda axtarın həmişə. Səbəblər adətən məsələn başda olur, solutionlar adətən sonlarda olur. Bu tip məntiqdə yürüdərək bunlara təxmini olaraq yanaşa bilərsiniz. Davam eləmək istəyirəm 3-cü və son passage-imizdən. Burada nə tip suallarımız var bizim? Yes, no, not given'larımız var gördüyünüz kimi. Cümlə tamamlamamız var. Bir də multiple choice. Mən multiple choice-i sevirəm. Məncə maraqlıdır multiple choice sualları bu arada. Gedək yerini axtaraq. Birincinin ilk şey harda olduğunu deyir. Buranın paraqraf kimi saydıqlarını düşünmürəm. Birinci paraqraf bunu götürürəm. İkincidə bu institutu götürək istəyirsinizsə keyword olaraq. Onun yerini tapaq ki, bunu da burada tapdıq. Üçüncü sualda bunu götürək keyword olaraq. Onu da tapdıq. Burada da earpieces'i götürürəm keyword olaraq. Adətən hamısının arasında bir paragrafdırsa, sonuncuda da bir paragraf olacaq deyə düşünürəm. Gəlin baxaq earpieces görək bu hissədədirmi? Okay, burada görmədim. Bir paragrafda düşürəm. Sharing, ya, buradadır. Highlight edəmədim. Okay. Keçdik buna. Televizor intervyuları. Speech translation. Future translation. Tapmadım hal-hazırda. Local customs, users. Cultural traditions. Local customs'dan eyni şeydir. Future translation. The code for serves or processing to be delivered. Nerede future hakkında bir şey tapmıram. Başqa baxaq. Address people appropriately. Bu sözləri axtarmalıyıq. It needs to work. Ehtiyacı var işləməyə. Frustrations for internet and address, address. Burada people'ın yerinə. Bura olacaq burada da. Needs-dirsə, yəni gələcəkdə, yəni ehtiyacı var da, hələ olmayıb. Bunda Yaponiyadır da, təxmin edə biləcəyimiz kimi. Yaponiya tapa bilmirəmmiş, düşünün. Bunlar voice translation, TV intervyusundan əvvəl olmalıdır. Japan, burada. Keçə bunun da yerlərini tapaq istəyirsiniz. Ayda, burada keçən keywordlər yoxdur. Var bir dənə burada. Latin English falan var. İşləmədiyim paragraflara baxaq. English, Latin. Bu qədər sonda mı ciddən? Onda bilirsiniz nə başa düşdüm. İndi 40-a baxıram. Social and practical needs. Practical. Social. Visual aspects. Görürsünüz, yaxındılar. Yəni, o demək ki, yəqin ki, çox-çox yaxın olacaq hamısı bir-birinə. Bunu deyib, indi keçirəm o bir paragrafda təsəvvür edin. Mən nə vaxt nəsə deyirəm həmişə. Fərqlənir. Əlbəttə ki, bütün suallar eyni şeylə deyil. Müəyyən qədər fərqli olur. Məsələn, buranı da heç işlətməmişik, görürsünüz. Visual aspects-dən axtarıram hal-hazırda. Migration. Migration. Immigrant. Migration. Visual baxın, deyir, dodaq movementləri falan. Bunlar vizual şeylərlə əlaqəlidirlər də. Okay, bunu da tapdıq. Keçək buna. Automated translation to family life. Family life. Buradan başlayıram. Family life. Academic and professional worlds.
Professional. Akademik de olmalıdır. Bir şey görmedim yani bunun hakkında hele ki. Language Translation Systems götürə bilərik. Keywordümüzü məsələn. Generation. No, grandparents'dir bu hələ. Bu hissə baxıram. Local customs, international English language. Akademik və professor. Professor da şeydir, akademikdir də doğrudan. Heç ağlıma gəlmədi. Hamısının yerini tapdıq. Hansı ilə başlayaq? Yəni bu məncə sadə olacaq. Bununla başlayaq. Gedək o Yaponiyanı açaq. Speech transformation are developing fast in Japan. Yaponiyada sürətli bir şəkildə inkişaf eləyir. Okay. Der ki taken off system. There's a still long way to go. Hələ də uzun yol var. Yəni getməyə. Concern deyildi. Standart yox idi. Məncə bu olacaq C variantı. Mənası nə deməkdir? Yəni uzun bir yol var da, yəni perfectlikdən uzundur. Yəni başa düşündə uzun yol var getməyə. Yəni hələ perfect olmasından uzaqdır. Yəni uzun yol varla eyni məna verir. Keçdik buna. TV intervyular hansılar ki istifadə edir voiceover metodlarını successful-dular. Deyir ki, translation sistemləri simultaneous olmalıdırlar. Translatorın voice danışan əcnəbi siyasətçinin üzərində elə bil ki olmalıdır da televizorda, yəni avtomatik arxasından gəlməməlidir. Pauzalardansa belə deyək də, müəyyən qədər dayanmaqdansa, tərcümədənsə. Are successful, but there are concerns about it. I don't think so. As systems do not need to conform standard yox idi. Despite noise issues, noise issue da var demirdi. Have awareness of good manners, no, because translation is immediate. Nə deyirdi? Üstündən getməlidir də. Dərhal simultaneous deyirdi, yəni ani də, həmin anda. Immediate-nə sinonimdirlər. Should address people appropriately, nə bilim nə. Burada da tapmışdıq. Address about the amount of private speech data accumulating in the cloud having been sent to first service to başdan oxuyaq. Deyir ki, offline də işləməlidir. Çünki situasyonlardakı hansındakı internet access impossible-da private speech datası haqqında hansı ki cloud-da toplanılır və bu da artıq processingə müəyyən qədər kömək etməlidir. Baxaq burada. There are concerns about it. Fusion system should address. No, I think A burada uyğun gəlməyəcək. Keçək növbətisinə. A system does not need to conform to standard practices. Whatever, despite the noise issues and an awareness of good manners. Have an awareness of good manners. Ola bilərmi acaba? Yəni, çünki dedi ki, private informationımızda, bizim private informationımızdan danışdı eyni zamanda. Biraz da baxaq. Addressing people burada da var, baxın. In the right way deyir, düzgün yolda. Düzgün yolda nə deməkdir? Yəni şey deməkdir də, hardaydı? Good manners, yəni yaxşı davranış haqqında olmalıdır. Bunu da nə üçün deyir yəqin ki, işte datalar falan toplanır hər halda ona görə deyir. Amma nəsə, in the right way, yəni düzgün bir şəkildə onu da good manners-lə əvəz ediblər. Right-ı good-la, way-də manners-lə. F. Maintain their local customs, traditions görmüşdük. Some countries so respect for academic status, for example, it's only polite to respect this. Okay. Bəzi traditional şeylər var, onlar tələb edirlər respect akademik statusa görə. Məsələn, for example, and it's only polite deyir, sadəcə nəzakətlidir, onlara hörmət eləmək bir növ. Okay, some could relate people different countries. At the same time, they might help to preserve local customs. Burada olacaq yəqin. Slowing the spread of habits associated with international, such as its readiness to get on first name terms. Deyir ki, bu yavaşladaraq yayılmasını həbitlərin əlaqəli olan international English-la, məsələn, first name terminlərdən, yəni öz ana dilində olan terminlərdən istifadə olunması kimi as systems do not conform to standard practices. Yəni, standart dedikləri, yəni international nəzərdə tutur da, yəni ona uymaq zorunda deyirlər.
Okey, bunu bitirdi. İndi keçək hansına baxaq. Bununla başlayaq istəyirsinizsə. İlk paragrafda deyir ki, nə dedi? Gəlin baxaq. Burada sürətli tərcümə eləməliyik də sizə demişdim. Sonra true false not given məntiqi ilə düşünürdük. Noise Alex bu mənə deyir ki, Noise yox, Alex mənə deyir ki, səs ən əsas challenge-lərdən biridir ki, bu gün süni nitq translation-ı qarşılaşmalıdır. Device tanıya bilər bir insanın laboratoriyada səsini ya da meeting roomda, amma əgər background səsi olsa, onda çətinlik çəkəcək burada. Deyir ki, məsələn bir nümunə verir. Deyir mən onu train stationındaymışdım. Bu adam səhv eləmirəmsə, elə bir şey oxudum elə bil ki. Mən Füserandan, hə, train Kyoto Stationda Japonda. Deyir mən onu ingilis dilində follow eləməkdə çətinlik çəkirəm. Çünki sanki elə bil ki o qədər cızla gəlir də səslər ki, sanki 10 min kilometr məndən uzaqdır və məsafə hələ də bir maneədir də kommunikasiya eləməyə. Even if hətta sən eyni dili danışırsan belə də, yəni bizim kimi. Biz hələ gələcəyə çatmamışıq. Əgər biz çatsaydıq, onda Weibo danışa bilərdi öz native Germanında çox rahat bir şəkildə və mən bu sözləri ingiliscəsində eşidərdim. Deyir ki, speakers are communicating in different languages. Bu səhvdir, çünki dedi ki, as we are, biz eyni dildə danışırdıq da, dedi. Same language as we are, bizim danışdığımız kimi. Ona görə a false. Speakerlərdən heç biri environment haqqında familiar deyildilər. Not given, bunun haqqında nəsə görmədik. Conversation'ın topiki keçisi üçün də çətindir. Conversation topiki deyildi çətin olan. Aspektləri çətin idi. Background səsi falan, onlar çətin idi. Ona görə də cavabımız D olacaq 27-ci sualda. Nə kömək eləyir elektronik translatora buradakı yəni bu lecturelər zamanı da. Keçdi bura. Hardakı o bir professordur computer science-sində. Bu adam və onun kolleqaları lecturelər artıq verirlər alman dilində və onların tələbələri onları ingilis dilində izləyə bilir. Elektronik translator vasitəsilə. Bu sistem bir tekst yaradır ki, tələbələr öz laptoplarında və yaxud da ki, fonlarında oxuya bilirlər. Beləliklə, bu proses hardasa alt yazıya oxşardı. Bu kömək edir lecture-ə clear danışmağa. Background-la problemi olmur. Niyə background problemi olmur? Çünki onlar say much the same thing each year. Hər il eyni şey danışırlar axı. Ona görə. The repeated content of lectures. Lecturelərin təkrarlanan kontenti. Bəli, dedi ki, hər il eyni şey danışırlar. Uşaqların reading skilli güclüdür deyə onu yaxşı eləyirlər. Yox, əlaqəsi yoxdur. Language used. İstifadə olunan dil. İndi bu alman dili danışırdı deyə bu başa düşülür. Fransızca danışsaydı başa düşülməyəcəkdi. Yox. Lecturelerin texniki bacarıqları. Onun haqqında da bir şey verilməmiş. Keçdik buna. Artificial Speech Translation ideyası uzun bir müddət gedir. Adamın science fictional novelu publish olunub 1979-cu ildə bir life formu yaradıb, Babelfish adlanırmış. Hansı ki qulaqda yerləşdirilir və enabled icazə verir, qadir edir. Qadir edir dinləyəni başa düşməyə istənilən dili kainatda. Deyir bu device'lardan biridir ki, texnologiya maraqlıları Dream of Long Before They Become. Yəni deyir ki, praktikal cəhətdən inanılan ola bilərliyindən daha əvvəl düşünüblər. Məsələn, bizim televizordakı divardakı televizorlarımız kimi. No device that look deyir ki, Babelfish'in prototipi kimi olan cihazlar görünməyə başlayıblar. Artificial Translation və Voice Recognition sayəsində. Babelfish'i hesab olunurdu undesirable. Heç undesirable idi mi, desirable idi mi? İnsanlar istəyirdi, istəmirdi. Heç nə verməmişdi. Bu deyil. Bu not given. This book was not seriously intending to predict the future. Bu kitabın məqsədi ciddi şəkildə gələcəyi proqnoz etmək deyildi. Ümumiyyətlə vermədi ki, gələcəyi proqnoz etmək istəyirdimi, istəmirdim. Getdi. Artificial speech translation was not a surprising development. Yəqin ki, bu olacaq, guys. Niyə? Çünki yəni əvvəldən insanlar, yəni 979-cu illər hələ insanlar bunun haqqında yazıblar. Onda surprising deyil, bu bizim gözlədiyimiz bir şey idi. Bəzi speech translation texnikləri digərindən daha yaxşıdır. Bunu bayaq true false not given'lara dedim. Müqayisə var, mətndə müqayisə yox idi. Ona görə də not given olacaq burada bu cavabımız. Yəni o deyildi, o mənada demək istəyirəm. Earpiece-ləri paylaşmaq haqqında writer nə deyir? Onu biraz aşağıda tapmışdıq, yes. Biz tapdıq ki, baryera buradayım. Baxın burada.
Biz tapdıq ki, baryera var. Earphone-larından birini strangerlərlə paylaşmaqla dedi bu adam. Ə, Can't have been totally, yəni bu deyir ola bilməzdi, total bir şəkildə gözlənilməz. Problem deyir həll oluna bilərdi əgər earpiece translatorlara kifayət qədər geniş yayılsaydı və strangerlər would be likely to already have, yəni özlərininki uje qulağında olsaydı. Məsələn, sən telefonla danışmaq istəyirsən. Sən telefonla danışmaq istəyəndə sənin qabağında zəng eləmək istədiyin adamın telefonu olmasa, sən necə onunla telefonla danışasan, düzdür? İndi də tutaq ki, biz qabağımızdakı alman dili danışanda biz də istəyirik ki, onu başa düşək. Gərək onda o qulaqlıqdan olsun, bizim də olsun da, düzdür? Bu şəkildə biz onu başa düşə bilərik. But on the prevalence of voice control device and aha, baxırdım. Deyir hamıda geniş yayılmalıdır. İşte geniş yayılsa onda daha yaxşı işləyəcək falan filan. If it is something people will get used to doing. Bu insanların öyrəşəcəyi bir şeydir. Öyrəşəcəkmi, öyrəşməyəcəyimi vermədi. The reluctance to this is understandable. Reluctance istəksizlik. Unwilling olmaqda nəyəsə qarşı. Buna qarşı istəksizlik başa düşüləndə, hə, yəni qulaqcığımı paylaşmağa qarşı belə deyək də istəksizlik başa düşüləndə də normal bir şeydir bu. The equipment will be unnecessary in the future. Yox, əksinə deyir ki, hamında olsun. Bu false to. It's something a few people need to worry about. Deyir, azca insan bunun haqqında narahat olmalıdır. Yəni, yox, yəni deyir də that can have not be totally. Yəni ümumiyyətlə bu gözlənilməz bir şey deyil. Yəni onda few people yox da, bu başa düşülən bir şeydir ki, insanlar bunu eləmək istəməsin. Qaldı bir dənə bizim yes no not given suallarımız. Their language translation sistemləri görüləcəyi useful boyunca akademik və professional dünyalar, yəni professional və akademik dünyalar boyunca useful görünəcək. Burada tapmışdıq biz məncə, hə, burada. Will not outsource language awareness to software. Will not da, yəni onlar language awareness-i software verməyəcəklər, yəni bu şəkildə görünmür. Burada ama deyir ki will be seen as very useful. Orada ama əksin deyir. Cavabımız nə olacaq ona görə də. 36. Overall value of automatic translation is yet to be shown. Yetdisə, yəni hələ göstərilməyib mənasında, hələ göstərilməlidir mənasında. Deyir, overall value-su hələ bilinmir bunun, yəni hələ bilinməlidir mənasında deyir. Is not for the possibility that it could overcome language barriers and living children, whether it will help, bir dəqiqə baxın bura, whether it will help people conduct their family lives or relationships is open to question, deyir, suala, sorğulamaya açıqdır. One not for the possibility. Yəni bir dənə bəhs etməyimiz önəmli olan mümkünlük odur ki, it could overcome the language barriers. O dil bariyeralarına bir növ qalib gələcək yəni. Overall value-su göstər. Bu buradadırmı cavabı? Gəlin baxaq. Living children grandparents without a share language. Bu immigration növbəti sualdadır da, yes. Is open to question. Open to question. Suala açıqdır, sorğulanan bir şeydir. Yəni hələ də dəyəri bilinmir də, burada olmayandadır. Yeti gördünüzsə, inkar olmasa da onu inkar kimi tərcümə edin, okey. Dəyəri hələ də bilinmir. Hələ də sual altındadır. Söz tapdım. Sual altındadır. Sual altındadırsa, onda dəyəri hələ də bilinmir. Eyni şeydə. Yes. Davam edək növbətçisi ilə. Automated translation could make a life more difficult for immigrant ailələr üçün həyatı çətin edəcək. Bu məntiq cəhətdən də səhvdir məncə. Çünki daha asan eləyər də. Mənim nənəm babam ingilisdir. Hardadır o günlər. Mən Azərbaycanlıyamsa, onda ondan rahat kommunikasiya quracağam. Baxaq. Deyir, it could overcome the language barriers. Dil bariyeralarına qalib gələcək. Yəni əslində difficult yox, daha easy'dir. Yəni nə olacaq burada cavabımız? Visual aspektləri language translation'ın hesaba alınır scientistlər tərəfindən. Gedirəm visual aspects olan hissəni tapıram. Bayaq tapmışdıq. Okay. Hə, scientistlər tərəfindən nəzərə alınır, yoxsa nəzərə alınmır? Onu da axtarmalıyıq. Ümumiyyətlə, scientistdən danışmır ki burada. Not given. Daha sonrasında... yox, buydu not given. Sorry. Buna baxmamışım. International scientists have found... Burada bir siz nəyə nəzər tutdum? O lip söhbəti ilə scientist yox idi. Ona görə not given. Ümumiyyətlə scientist yoxdur deyə not given demədim. International scientistlər fikirləşir ki, ingilis dili asandır to translate into other languages denilsin. Bunu bayaq da sizə demişdim də, xatırlayırsınız. Easier müqayisə var. Mətndə müqayisə varsa,
düz olacaq ya da səhv olacaq, indi baxacağıq da. Amma mətndə müqayisə yoxdursa not given olacaq. İngiliscə daha asandır deyir də. Çünki can promote a sense of belonging deyir. Eyni dili paylaşmaq, belonging, aidlik hissi və community hissi yarada bilər. International scientists who use English as a use Latin. Demir ki, hansından asandır, hansından çətindir. Elə not given-də qalacaq. Eynən razılaşıram. Language-ə gələndə böyük fərq var social and practical needlər arasında. Practical needlər neyinir? Will diminish, azalacaq. Sociallar və persist qalacaq. Deməli, fərq var da. Biri azalır, biri qalır. Yes. Bu qədər. Çox yorğun idim bugün işləyərkən bunu, amma ümid edirəm ki, sizə faydalı oldu. Okay. Əla. Bununla bağlı başa düşmədiyiniz hər hansı bir sualınız varsa və yaxud da readinglə bağlı sualınız varsa da mənə yazmağa çəkinməyin. Sizə söz verdim deyə bugün də sözümü tutmağa çalışdım. Özünüzə yaxşı baxın. Hələlik görüşək. Gecəniz xeyrə. Siz yəqin səhər izləyəcəksiniz.